cəmiyyətinin inkişafına çalışmaq lazımdır. Yəni, Azərbaycanda ən böyük problemlərdən biri təbəqələşmədir. Azərbaycanda çox varlı adamlar var və çox yoxsul adamlar var. Yəni, belə olmalı deyil. Azərbaycanın maddi sərvətlərinin bölgüsü ədalətli bölgü deyil. Yəni, kimlərsə onlara lazım olandan, onların tələbatından qat-qat artıq olan, 100 dəfələrlə, 1000 dəfələrlə artıq olan vəsaitlərə, imkanlara, əmlaka malikdir. Belə bir şəraitdə o əmlakdan istifadə də olunmur, o vəsaitlərdən istifadə də olunmur. Amma Azərbaycan əhalisinin böyük bir hissəsi yalnız dolanışıq barədə düşünür, yalnız belə doyunca yemək barədə düşünür, yalnız övladının paltarını, ayaqqabısını almaq barədə düşünür. Belə olmamalıdır. Yəni, bu korrupsiyaya son qoyulmalıdır, bu rüşvətxorluğa son qoyulmalıdır. İndi bəzi bizim dostlarımız Qarabağa səfər edirlər. Onlar Zəngəzur bölgəsində olublar, Zəngilanda, Cəbrayılda, Füzulidə, Laçında. Yaxşı əhval-ruhiyyədə qayıdıblar ki, orada yollar tikilir, evlər tikilir, tikinti işləri gedir. Amma təbii ki, hər kəsin də dediyi bir fikir var, bir söz var ki, həddən artıq yeyinti var, həddən artıq vəsaitlərin mənimsənilməsi var. Məsələn, elə yazıldı, sosial mediada da getdi, mətbuatda da bu məsələlərə toxunuldu. Məsələn, orada tikilən 180 min manata tikilən evlərdən daha yaxşı evləri şirkətlər reklam verirlər, 80 minə, 70 minə tikirlər. Yəni, bu evlər 2 dəfə baha tikilirsə, 3 dəfə baha tikilirsə, o vəsaitlər mənimsənilir, məsələlərə nəzarət etmək lazımdır. Yəni, bu məsələlərin qarşısının alınması lazımdır. İstənilən yerdə müəyyən qədər yeyinti ola bilir. Qarabağda olması çox acıdır. 3%, 5%, 70%, 100%, 150% yeyinti olması, bunlar hamısı nəticə etibarilə Azərbaycan cəmiyyətinə məxsus olan vəsaitlərdir. Yəni, Sovet dövründən belə bir təsəvvür qalıb insanların beynində ki, dövlətin olan mənimki deyil və ya kolxozun olan mənə aid deyil. Amma bu dövlət bizim dövlətdir. Amma bu əksinə, əslində, əlbəttə, dövlət bizim dövlətimizdir və o vəsaitlər də, o uğurlanan vəsaitlər, o dağıdılan vəsaitlər, o israf edilən vəsaitlər, israfçılıq, bu hansı vəsaitlərdir? Bu verilməyən uşaq pullarıdır, bu aşağı olan pensiyalardır, bu aşağı olan maaşlardır, bu yüksək kommunal xərclərdir. Yəni, oradan yığılan vəsaitlərdir, bu vəsaitlər orada toplanır və bu vəsaitlər bir tərəfdən israf edilir, bir tərəfdən də ayrı-ayrı adamlar tərəfindən, Azərbaycan əhalisinin bir qrupu tərəfindən mənimsənilir. Və bu ədalətsiz bölgüyə görə Azərbaycan cəmiyyətində çox ciddi gərginlik var, insanlarda çox ciddi narahatlıq var, narazılıq var. Yəni, hər kəs hesab edirdi ki, Qarabağ müharibəsində qalib gəlib ərazilərimizi işğaldan azad etdikdən sonra Azərbaycan başqa bir Azərbaycan olacaq.